Türkiye ile Ermənistan arasında ticarət əlaqələrinə başlanılır. Dünən, yəni iyun ayının ikisində bir qrup erməni iş adamı Türkiyəyə səfər edib. Bu barədə Türkiyə mətbuatında, eyni zamanda da Ermənistan mətbuatında məlumat var. Məlumata görə erməni iş adamı Marqara sərhəd keçid məntəqəsindən keçərək Türkiyənin Qars vilayətinə, konkret olaraq İğdıra səfər ediblər. Bu səfər həm Türkiyənin, həm də Ermənistanın Xarici İşlər Nazirliyinin birbaşa təşəbbüsü və nəzarəti altında həyata keçirilib. Həmin tədbirdə həm erməni, həm də Türkiyədən olan iş adamları, eyni zamanda da hər iki ölkənin Xarici İşlər Nazirliklərinin nümayəndələri iştirak ediblər. Toplantıda deməli Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi ilə bağlı indiyə kimi atılan addımlar və gələcək əməkdaşlıq, gələcək perspektivlər, gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, bu barədə müzakirələr gedib. Bundan sonra isə deməli həm Türkiyənin, həm də Ermənistanın iş adamları arasında həm geniş tərkibli, həm də iki tərəfli görüşlər keçirilib. Burada qarşılıqlı faydalı əməkdaşlıq, birgə deməli həm qarşılıqlı investisiyaların yatırılması, iki tərəfli, çox tərəfli əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar, müzakirələr gedib. Əsasən müzakirənin mövzusu da ticarətlə bağlı əsas mövzu gələcəkdə qida, deməli tekstil, inşaat, turizm və texnologiya sahəsində qarşılıqlı əməkdaşlıq, qarşılıqlı investisiya yatırımları məsələləri müzakirə olunub və bu ətrafda fikir mübadiləsi aparılır. Beləliklə artıq deməli Türkiyə ilə Ermənistan arasında artıq ticarət əlaqələrinin başlanmasına işarə var. Eyni zamanda da son vaxtlar iki ölkə arasında sərhədlərin açılması ehtimalları da gündəmdədir. Hələlik bununla bağlı rəsmi deməli məlumat yoxdur, amma bütün hallarda həm sərhədlərdə görülən işlər, həm dediyim kimi bu deməli iş adamlarının səfəri, bu müzakirələr onu deməyə əsas verir ki, artıq Türkiyə ilə Ermənistan arasında həm sərhədlərin açılması gündəmdədir, eyni zamanda da qarşılıqlı səfərlər və bu tədbirdə deyildiyi kimi qarşılıqlı investisiyalar məsələsi də gündəmdədir. Onu da əlavə edeyim ki, Türkiyə ilə Ermənistan arasında bax bu münasibətlərin qurulması dəfələrlə deyildiyi kimi birbaşa Azərbaycanla koordinasiyalı şəkildə deməli həyata keçirilir. Bu məsələlərdən Azərbaycanın da yəni xəbəri var. Türkiyə tərəfi Azərbaycanla məsləhətləşmələrdən sonra bu Ermənistanla əlaqələri paralel olaraq o istiqamətdə deməli görür.